Vaxtınız xeyir. Bugün mən sizə Nizami Gəncəvinin İskəndərnaməsinin Şərəfnamə və İqbalnamə hissələrinin izahını verəcəyəm. Başlayırıq. Mən elə başladım bu şux dastanı. Coşdurar sazımın səsi dünyanı. Ən doğru sözlər ki, oyadırmaraq, tarixdən onları bir-bir alaraq. Deməli, tarixdən almışdı. Düzdüm dastanıma əsər yaratdım. Ağla sığmayanı atmışdı müəllif. Dastanı deyib düzəndə fikrim açıqdır. Söz səlis olsa da, bu yol çox dolaşıqdır. Çünki deyir İskəndər haqqında heç bir əsərdə məlumat görmədim. Bəzən deyir məlumatı yığcam olduğundan müəllif şikayətlənir. Yox, sadəcə müəllif deyir ki, yığcam bir yerdə məlumat görmədim. Geniş idi, bəzəkli məlumatları idi hamısı. Ən qədim tarixi əsərlərdən mən Yəhudi Nəsrəni Pəhləvilərdən müəllif gedir, tarixi əsərləri araşdırır, 3 mənbəyə müraciət edir: tarix, Nəsrəni və Pəhləviyə. Deyib bunları incə sözləri əlimə saldım, mən deyib qabığa atdım, məğzini aldım. Yəni orada şişirdilmiş məlumatları yazmadım. Bunlardan düzüldü yazdığım əsər. Şeirimdə deyib mən bəzəkli də onu assaydım, azacıq zəhmətlə onu yazsaydım, belə böyük bir fatehin sərgüzəştindən, əhvalatından mən bircə vərəqdə yazıb bitirərdim. Deməli İskəndər dünyanı dolaşırdı və heç vaxt yorulmaq bilmədən səfər edirdi və dünyanın dörd bir tərəfini İskəndər gəzmişdi. Baxın, bu hissəni yadda saxlayırıq. İskəndər bilmədiyi mülkü fəth eləməzdi. Kəyan adətinə hörmət göstərdi, amma sildi şur işləri dünyadan. Bu işarələdiyim yerlər əsasdır. Sildi şur işləri köhnə dünyadan. Daradan taxt aldı, tac aldı. 20 il keçəndən sonra o şah oldu. 27 yaşı çatanda isə peyğəmbər oldu. Deməli, dinə yol göstərən bir içmə kimi İskəndər vurğulanıbdır burada. Dünyanı gəzərkən döndü hər yana. Əsas yerləri sizin nəzərinizə çatdıracağım. Şəhərlərdən binalar elədi. Həmçinin o Hinddən başlayaraq Yunana qədər böyük şəhərlər tikdirirdi. Həmçinin Dərbəndi də İskəndər salmışdı. İskəndərin burada əqli ilə şəhərə böyük sədd vurdu. Ağıllı idi. Daha sonra İskəndərin İskəndəriyyə şəhərini salmasını görür ki, Misirlərlə hücumundan, Misirlərlə döyüşdən sonraydı bu. Daha doğrusu zəncilərlə döyüşdən sonraydı. Daha sonra Dərbəndi də burada saldığını görürük. İskəndər o qədər şəhərlər salmışdı ki, onları saymaqla başa çatmaz. Birisi uzanmış şimal qütbə, biri uzanıb getmişdi cənuba. İskəndər deyir, hara ki atını çapırdısa, o yerlərdə xoşbəxtlik, şənlilik olurdu, saadət olurdu. Deyir, İskəndər hətta dağlara, çöllərə çarə tapdı, amma yazıq İskəndər ölümün əlində çarəsiz qalmışdı. Deməli, parlaq inci kimi düzülən sözlər ağla sığmazsa yalana bənzər. Doğruya azacıq bənzəyən yalan yaxşıdır yalana bənzər doğrudan. Artıq Nizami Gəncəvinin sonda nəsihətinə yer verilib ki, söz haqqında deyir, şuurda ağıldan olmasın uzaq. Elə söz yazmaq lazımdır ki, şuurdan və ağıldan uzaq olmasın. Deyir, ağla sığmazsa yalana bənzər. Çünki deyir, biz bu dastanı yazsaq, ağlımıza sığmasa bu yalana bənzər. Ona görə də doğruya azacıq bənzəyən yalandansa yaxşıdır yalana bənzər doğrudan. Dastanın başlanğıc hissəsi. Yunan ölkəsinin padişahlarından bir dənə hökmdar vardı. Adı Feylagus idi. Ona Rum və Rus itaət edirdi. Onun məskəni Yunanistan, doğma vətəni isə Makedoniya idi. Çox gözəl, yeni və parlaq qanunlar qoyardı. Ulu babasının adı Es ibn İsaq idi. Ədalətini göstərmək üçün qurdları qoyunun buduna bağlarmış. Bu da onun ədalətinin əsas şüarı idi. Zülmün boğazını sıxmışdı. Dara isə ona paxıllığından rəqib çıxmışdı, həsəd aparırdı. Dara bir elçi göndərir ki, ondan xərac alsın və Rumlu hökmdar Feylagus ağıl sahibi olduğu üçün ordunu boşuna qırdırmır. Xəracı göndərdi ki, Dara ilə düşmən olmasın. Hətta ona bəxşişlər, hədiyyələr də göndərirdi. Dara da düşmənlik yolundan əl çəkir. İskəndər hər yeri fəthə başlayanda çərxin işləri təbii ki də dönür. Dara görür ki, İskəndər hər yeri ələ keçirir. Daranı qorxu bürüyür və İskəndər Daraya nə dövlət qoyur, nə də dövran. Süngüsü keçirdi çaxmaq daşından. Daha sonra burada müəllif deyir ki, mən bu rəvayət haqqında çoxlu fikirlər var, hər kəsi dinlərəm, inadım yoxdur. Deyir, Feylagusun qəsrində də belə bir gözəl vardı ki, bəzəkli gəlin tək azad yaşarmış. Bu İskəndərin anası haqqında deyirdi. Rum şahı Ayüzli qıza vurulur. Daha sonra münəccimlər xəbər verirlər ki, 9 ay sonra bunun bir övladı olacaqdır. Deməli, bunu xəbər verən münəccimlər olub və ulduzlara baxıb xəbər verirdilər. Bilişim münəccim başlayır, deyir ki, taliyi nurdan parlaq görünürdü.
və İskəndər falla dünyaya gəlir və fidanın yüksəlməsi kimi bunu verirdilər. O sərvin budağı nazla bəslənir. Turad çəkərək səsləndi nazla. Beşikdə içsən İskəndər meydan axtarırdı. Həmçinin yəhərə atılırdı öz bəşəyindən. Bu da beşiyindən göstərirdi ki, İskəndər böyük bir fatih olacaqdı. İlk dayədən ox və kaman istədi və o ox kamanla kağızı ipəyi nişan alırdı uşaq vaxtında. Daha sonra böyüyüb öyrəndi qılınc vurmağı, qızmış aslanlara qarşı durmağa. At minmək zövqündən ləzzət aldı, düşdü şəhriyarlıq, şahlıq dalınca. İskəndərin təlim alması hissəsi. Deməli ki, tarixin yığılmış tumarlığından keçmişi nəql edir belə bir dekan. Əkinci, elə ki Feylaquz təzə gəlindək vurdu bu dünyanın mülkünə bəzək. Ağıllı övladla ata fəxr edər. Çünki mübarəkdir, seçilmiş gövhər. Dünyada ataya varmıdır gecə? Ağıllı oğuldan başqa bir istək. Deməli, burada ağıllı oğlun meyarı göstərilir. Deməli, onu bir dənə alim tutur ki, oğluna dərs versin. Bax, bəzən testlərdə düşə bilər, 7 alim tutur ki, oğluna dərs versin. Xeyr, 7 alimlə xəlvətə çəkilməsi İskəndərin özü olur. İskəndərə dərs verən isə Niqumaş olurdu. Alimin oğlunun adı da Erastu idi. Deməli, şahanə tərbiyə verir doğrudan da oğluna. Deməli, burada biz görürük ki, onu hər gizlin biliyə çatdırır Niqumaş. Və müəllif deyir ki, belə tərbiyə alan hər hansısa bir gənc var. Şəhzadə illərlə çox çalışdı, qulağı elm aldı, başqa heç nə yox. Daha sonra biz burada görürük ki, ağıllı və zəkası rəhbər oldu, ən incə mənalı sözləri tapırdı və sözləri də su kimi rəvan olurdu. Onun həm sinif yoldaşı, həm də qardaş dediyi Erastu vardı ki, müəlliminin oğluydu. Şəhzadə onu ürəkdən bağlıydı. Erastu da atasından aldığı bütün biliyi gəlirdi, öyrədirdi İskəndərə. Və Niqumaş bilir ki, bu böyük bir tacir olacaqdı. Ona görə də onun təlim tərbiyəsinə çox diqqət edirdi. Çünki kişini şad edər, qorunsa sərvət, bəxtini oxudu, parlaq alından verdi oğluna ondan bir ünvan. Niqumaş deyirsi, sən böyük bir fatih olacaqsan, sənə nəsiyyətim budur ki, ant ver, söz aldı, peyman ver deyə. Sən yəni at sürən vaxtı şahanə başını göydə görərkən, köhnə dünyanı başına əyəndə taxt tacınla məsud edərsən insanları, sənə 7 dənə kişvərdən xərac göndərərlər. Bunu Niqumaş deyir. Deyirsən, padşah olacaqsan bir zaman, sənə bu dərsi verirəm və xatirində tut ki, qızıla gümüşə bənd olma. O zaman oğlumla nəzər götürmə, oğlumla hər işin aşsın. Ən çətin işdə onunla iclas elə. Qılıncın kəskindir, gözəl məsləhət. Çünki deyir, qılıncdan kəskindir, gözəl məsləhət. Səndə deyir, dövlət vardı, onda da hünər. Hünərlə dövlət də bir çəkiyə girər. Şahzadə söz verdi öz ustadına, hər əmrin qəbuldur dedi mənə. Taxtımla, tacımla padşah olsam, Erastu mənim öz vəzirim olacaqdı. Ustad da çox gözəl bilirdi ki, bu şəhlara fərman yazacaq. Ustadın oğlu da alimdir. Onunla həm yaşıd idi, həm də sinif yoldaşı idi. Şahzadə daim onunla başladı mehriban olmağa və bir-birlərindən ayrılmadılar. Hətta Erastu razılıq vermərsə, heç bir quşu da şişə taxmazdı. Hər şeyi Erastundan soruşardı, icazə alardı. İskəndər sonra addım atardı. Növbəti hissədə biz görürük ki, Feylaquz artıq ölür və növbəti taxt tacını isə oğluna həvalə edir. İskəndər taxta çıxanda Rum şahı oldu. Dünyada mum kimi bir naxış vurdu. Bütün ölkələrə ədli səs saldı. Rum taxtı onunla yeni rəng aldı. Atadan gördüyünü, hər şeyi olduğu kimi saxlamadı. Çünki o nəyi bəyəndisə, adət-ənənələrdən onu saxladı. Köhnə adətləri ümumiyyətlə silmədi, bəyəndiyini saxladı. Keçmiş qanunları bərk qucaqladı. Darayı yenə də xərac verirdi. Amma Dara bir növ bununla paxıllığını edirdi deyə Dara ilə müharibəyə girir. Dostluqda atadan daha da mətin, düşmənin məhfində qılıncı kəskin. İgidlər qorxurdu İskəndərdən, çünki deyirdilər güclüdür və İskəndərlə bir tərəziyə girməzdilər. Deyir, kim ki onun qolunun gücünü yoxladı, aslan qulağına düyün vurardı. Deməli, burada başqa deyə bilərik ki, İskəndər ədalət xəttindən uzaq getməzdi, tacirlərdən bac almazdı, ölkəsə kimsədən xərac almazdı, dekkan vergisinə isə ləğv elədi. Bax, tacirlərdən bac almır, kimsədən xərac almır, dekkan vergisini isə ləğv eləməsini biz burada görürük. Hətta sərmayəsizlərdən isə dirhəm vergisini almazdı. Deməli, abadlıq işləri aparır taxta çıxan kimi.
tikanları qırır, gül çiçək əkir. Biz bunu Yusif Şahla oxşar götürə bilərik. Daha sonra biz gəlirik burada. Ətri tutdu Misri, Həbəşistanı, ədli səxavəti cahana sardı. Hər kəs Rum mülkünə həsəd apardı, paxıllıq etdi. Deməli, İskəndərə tədbir edən, İskəndərlə məsləhətləşən isə Əraslı olurdu hər zaman. Zənci qoşununun gəlməsindən İskəndərin xəbərdar olması. Elə ki, fələyin çırağı səhər, dünyanın nuru ilə etdi münəvvər. Günəş əlvan şəfəq saçlayar yana, gəlindək oturdu qızıl taxtına. İskəndər qədimki ayında durdu, eyvanda bir məclis qurur İskəndər. Deyib bir nur çeşməsi idi, oturmuşdu şən, aman səsi gəldi uzaq ellərdən. Məclisdə padişaha gəldilər, dedilər ki, bir yığın məzlum gəlibdi. Aman istəyirlər səndən, Rum sultanlar. Deyirlər, Misrə çox dar oldu cahan, zəncilər gəlibdi. Bu səfər dolaşmaq çətindir, tutmayır çöllər. Ordularla dolmuş böyük cahan, çöllərə hakimdir qorxu həyəcan. Hamısı çöllüdür, qatırandan qara, çöllərin otu da çatmaz onlara. Köməyə çatmasa deyib böyük tacir, bizi qarət edəcəkdi. Zəngin diyarımız məhv olacaqdı. Haqsız axından biz pərakəndəyik, şah fərman sizindir, bizlər bəndəyik. Zəncidə hədsiz qoşun var idi. İskəndər bundan qorxur ki, onun qoşunu çoxdur. Qorsuz olurmu ağıllı insan? Tez Ərastunu çağırır, deyir, mən nə edeyim? Ağıllı, bilikli, hünərli vəzirsə dedi, qalx dedi, bəxtini sına. Sənin zamanındır, sən onu məhv etsən, sənin adın sanı yüksələcəkdir. Çünki əjdahanı məhv etmək şandır. Deməklə, zənci qoşunu nəzərdə tuturdu. Zəfərlər yarası ordunun əli daha möhkəm olur şahlıq təməli. Misirdə zənci də olur sənə ram, mərdliklə alarsan yenilməz bir nam. Ölkənin silinsə azğın düşmənlər, xainlər kör olar, dostlar da gülər. Rəhbərin əmri ilə o gənc hökmran bayrağı uzatdı Makedoniyadan, topladı süngülü qılınclı əskər, qılınc şəfəq atdı buluda qədər. Dənizdən quruya çıxınca ordu tərpəndi bir daha Misirdə durdu. Nil sahilində bunlar döyüşə başlayırlar. İgidlər düzüldü yola hər nə var, zəncinin kinindən bel bağladılar. O coşqun ordunu görüncə zəncir, gözündə qaraldı dünya sevinci. Ordunu görəndə zənci qorxur. Döyüşlər başlarkən hər iki əskər divləri sarsıtdı ucadan səslər. Burada mübaliğələrdən istifadə olunubdu, divlərin səsi sarsıtması. Elə yerdə idi bu döyüş, inan, qubar gətirirdi atam yağından. Deməli, isti idi, çox isti idi. Kükürdün tozu tək qopurdu çöllər, cəhənnəm kimi idi, yanırdı ciyər. Sərin su yox idi ağudan başqa, bir də günəşdəki yanğıdan başqa. Baxırdı əjdaha kimi hər mağar, hər yerdə hər fitnə açmışdı baza. Orada ki, yaşayır qulyabanılar, yaşayıb hər yerə soxulur onlar. Ləli yer öküzü udduğu zaman puskudan sıçradı qapqara azlan. Bu ifadədir. Dini rəvayətə görə suyun üzərində durur, günəş də gedib haman suda batır, yəni gövhərə bənzəyən günəş gah mavi uddu, nəticədə qaranlığın çökməsi. Aslanın dişi tək ulduz ağardı, gecənin göbəyi yayırdı ətir, işıqdan dünyaya açmışdı çətir. Düşməni tanıyan növbətçi əskər yollara çıxaraq keşid çəkdilər. Ulduzlar yer-yerdən doğmuşdu parlaq, xalq oldu zəhmətdən, kədərdən uzaq. Deməli, xilas eləyirlər. Daha sonra Dara ilə müharibəyə çıxması. Məzlumlar yenə axaraq gəlirlər ki, bəs Dara bizimlə müharibə edəcəkdir. Dara coşqun sel qoparır. Daranın ordusu edərək səfər, polad geyimlərdən qaraldı yerlər. Bir zasus söylədi, düşmən sərxoşdur, durduğu yerlərdə qafil olmuşdu. İskəndər bir basqın essə qəflətən bir anda çıxarar onu mülkündən. Sərxoşdur, arxadan zərbə indirə bilərdi. Amma təbii ki də İskəndər bunu qəbul edəmir və deyir ki, gizlində qalmağı sevməz Aftitab. Günəş gizlində qalmağı sevməz. Yararmı döyüşdə böyük İskəndər adi quldur kimi zəfər qazana? Uca Şəhriyarın mətin sözləri inandırdı buna hər bir əskəri. Get-gedə böyüdü bu qızğın xəbər, ölkəyə yaxındır o qorxunc əjdər. İskəndər bildi ki, o bir bulud tək gələcək qılıncı saçacaq şimşək. Bütün ölkələrə göndərdi xəbər, durmadan dərgaha yığılsın əskər. Rumdan, Əfrəncandan, Misirdən və Rusdan 4 yerdən qoşun yığılır bura. Daha sonra bir ordu bəzədi gəlindən rəqsan. Ordu toplanınca uca İskəndər əmr etdi sayından verilsin xəbər. Sayıcılar saydılar ki, 600 min əskər var, hər yandan yığışıb gəlincə ordu. Bu zaman çalğısız, içkisiz bir məclis qurdu. Çünki Daranın adamları çalğılı, içkili qurmuşdular deyə İskəndər bundan dərs çıxırdı. Aqillər yığılıb uca dərgaha, verdilər diqqətlə qulaq padşaha. İskəndər söz açdı bütün işlərdən, Daranın açdığı o döyüşlərdə. Şübhə yox, dedi o adlı tacirlər, bizimlə döyüşə vermişdir qərar. Hərb üçün, sülh üçün fikrimiz nədir? Düşmənə çox yaxındır, göstərin tədbir. Çıxmasa bu kəskin qılınc qınından bizə kişi deməzlər. İskəndər dilema
qarşısına qılınc çıxmasa bizi kişi deməzlər, amma mən gedib Dara ilə döyüşə girsəm, artıq mənim adım zalım qalacaqdır. İskəndər ağıllı alimlərdən məsləhət alır. Mən də qıymaram ki, Dara öz mülkündən çıxsın, çünki Ceyhan adətinə hörmət edirdi. Düşməni çıxarsam bizlərdən üstün, mən ona gedib döysəm, düşmən bizdən üstün çıxacağından İskəndər qorxurdu. Sonda işimiz olmasın çətin, düşünüb söyləyin sağlam bir fikir. Bu döyüş haqqında fikriniz nədir? Bilikli, şuurlu Ay Günəvvər başçılar diqqətlə çox dinlədilər. Hörmətlə hamısı dil tökdü ona, padşah etdilər çox dua sənə. Dedilər ki, qapında düşmənin başı tacı olsun. Biz də onlara edək-mi təkrar, əmrindən dönmərik, sözün fərmandır, padşah yolunda canlar qurbandır. Sözlərin bununla bitirdi ancaq, sən bu qan tökməyə ilk ayaq qoyan olma deyirlər alimlər. Çayanın taxtına göstər deyirlər sən hörmət, öncə qan tökməyə gəlsən cürət etmə. Çünki birinci sən onunla qan töksən, artıq sənin adın düşmən qalacaqdır. Çin şahı səhərə nəfəs verərkən ulduzu günəşə dəyişdi ədən. Gəlin baxaq görək bunun mənası nədir? Burada yəni səhər açılıb günəş çıxınca ədən dənizinə bənzəyən göy ulduzlarından verib onun əvəzinə günəşi aldılar. Toqquşma yerinə yetişdi ordu, qaf kimi düz iki pərcara durdu. Yollara töküldü dəmirdən tikan. Bu nə deməkdir? Gəlin baxaq. Yollara töküldü dəmirdən tikan qədim şərqdə, hətta orta əsrlərdə müharibə zamanı düşmənin dəvələrini, atlarını zəif salmaq üçün keçdiyi yollara ayaqlarının altına 3 gün dəmir tikanlar tökərdilər ki, onlar oradan çıxmasınlar. Bunu biz Həmzənin Qıratı qaçırması qolunda da görə bilərdik. Nə ürəkdə dinclik, nə gözdə uyğu, hər iki tərəfdə ordu qaynaşır. Qaynaşma ayağa ələ dolaşır. Üz-üzə durdular döyüş yerində. Döyüşə cəsarət yox heç birində. Deməli, nə Daranın qoşunu, nə də bunun qoşununda cəsarət yox idi. Hamı düşünürdü, bəlkə sülh olsun. Qılınclar qınında sakitcə dursun. Meydan bürüdü, qanlı vur-havur. Döyüşdə igidlər getdikcə coşur. Sanki bir məşşərdə yer, göy dağılır. Nəfəslər göydə bir buluddur güya. Qılınc şöləsindən yanırdı dünya. Qılınc oynadırdı torpaqla, qanla, havanı dimağı dolurdu canla. İran tacidarı səhərdə durdu, sazladı olduqca mükəmməl oldu. Öncə sağ qanada bəzəklər sazdı, əjdaha qılıncları ağzını açdı. Sonra sol qolu, sağ qanatdan, sol qoldan gedirdilər. O yanda Rum şahı qurdu ordunu, sanki bal arısı şan etdi mumu. Sanki bal arısı şan etdi mumu dedikdə Rum şahının ordunu qurmasını deyirdi. Silah istəyənə silah paylayırdı, kömək istəyənə pənah paylayırdı. Necə ki canlandı çəmən buluddan, dağ tək möhkəmlətdi önü arxanı, göydə səyyarə tək qurdu meydanı. Fillərin sərxoş nərəsi dedikdə Daranın qoşunudur, tıxandı ərlərin kəskin nəfəsi. Ordu mərkəzində Daranın qəlbi darıldı bir aslan ürəyi kimi. Rumların da həqiqətən İskəndərin qoşunundan da qədərsiz qanlar tökülür. Bu yanda qılıncla igid İskəndər, burada real müharibə səhnələridir. Bunların hər biri qaldırdı dünyadan qanlı bir məşər. İki əl qan tökər, çalışır durmaz, hər əldə bir qılınc kəsərli almaz. Aslan qarşısında madyanlar qaçır. Daraya dedilər qızmış aslan çox adlı igidi atından salıbdı. Orduya əmir ver, dolaraq Çinə, hər yandan yürüyüşlər axsın üstünə. Daraya deyirlər ki, yəni əmir ver, hamı İskəndərin üstünə getsin. Dara bunu gördü məsləhət, ordular dəniz etsin hərəkət. Sel kimi bir səmtə axdı orduların hamısı, hər biri İskəndərin üstünə gedirdi. Daranın əmri ilə ordu yer-yerdən qaynayıb irəli atıldı birdən. Cilovlar parladı edərkən əmlə, qılınca sarıldı iki əli ilə. İskəndər görüncə elə divanı, atdı düşməni kimi şərmi həyanı. Əmr etdi yerindən tərpənsin dəniz, hər kəs öz canını tutmasın əziz. Düşmənin yolunu tutsun hər yandan, keçirsin qılıncdan verməsin aman. Qarınca cibin tək qaynadı meydan, girdi bir-birinə hər iki cahan. İskəndər haman qorxulu anda bir kötüklə möhkəm durdu meydanda. Həmlədən həmləyə keçdi ordu, su deyil, sanki qan içirdi ordu. Daranın iki baş sərdarı var idi. Daraya üzdə dostu idi, amma onunla kin tutardılar. Daranın kinindən yorulmuşdular deyə biz də bunu Qapıçı Zülfüqarla Vaqif əsərində Qacarın qapıçısı ilə eyni götürə bilərik buradakı sərdarları. Ortada bir ürək incikliyi var. Şahı öldürmək üçün oldular əlbir, Çin ilə oturub tökdülər tədbir. Bəzəmək
İzləmək istərkən qanlı bir bazar, gedib İskəndərə sığınır onlar. Daranın bizə deyir inamı var, bizə inanır o qoca tacıdar. Zülmündən yaman bezmişik, öldürmək fikrində əlbir olmuşuq. Ancaq sən doğru qal bizim şərtimizə, sən xəzinənin ağzını bizə aç, qulluğumuz üçün sən bizə qızıl ver, biz də gedək onu öldürək. İskəndər də söz verir ki, peyman bağlayır ki, yaxşı, necə deyirsiniz elə olar. İskəndərin peyman bağlamasının səbəbi onlara inanmaması idi. O inanmırdı ki, onlar bunu bacara bilərlər. Ancaq düşməndən qurtulmaq üçün hər kəs üçün çarə aramaq mümkün. Bu zülmü ədalət gördü hökmran, gəldi xatirinə görən bir dastan. Yəni Daranın ölümünü bir ədalət kimi görürdü. Dovşanın hər bir yerin bir məsəli var, yenə o yerin tazısı tutar. Tazı dedikdə sərdarlar, dovşan dedikdə isə Daranı nəzərdə tutan bir folklor nümunəsidir. Keçirik növbəti hissəmizə. Daha sonra Daranın sərkərdələr tərəfindən öldürülməsi var idi ki, burada da. Bu hissəni sizə qısaca danışacağam mən. Artıq burada İskəndər gəlir, deməli, bura Daran sərkərdələr tərəfindən öldürüldüyünü biz görürük. Deməli, hər iki ordunun sabaha qədər kəşfiyyat qolları keşik çəkirlər. Cəhbədə dincəlim deyə yatanlar, fillərin nərəsindən diksilib qalxanlar, vücudu zəhmətdən yorulmuş insan gözünü açardı yatdığı zaman. Yalvarır, yaxarır hər iki əskər, bitməsin bu gecə, olmasın səhər. Bir qədər geciksin, uzansın zaman, bəlkə gec açılsın döyüşə meydan. Unudub kinini iki tacıdar, bəlkə sübh etməyə versinlər qərar. Al günəş tacını qoyduğu zaman elə iki ayrıldı qaranlıq ağda. İskəndər və Dara gəldi meydana, ürəklə düşsünlər dostluq ardına. Şəfqətlə, hörmətlə edib barışıq, xeyirli işə qol qoysunlar artıq. Bu işə istədi tədbir və çarə, kimsədən düz cavab almadı Dara. Deməli, bunların hər iki tərəfi gəlirlər meydana ki, dostluğa əl uzatsınlar. Sülh üçün bir nəfər qabağa durmur. Dedilər, bu iş ancaq qılınc həll edər. İranlı Rumludan acizdir məgər, onlar bu savaşda qazanmaz zəfər. Səhərki döyüşdə qızışar meydan, Rumludan salamat qoymarıq bir can. Daranı aldatdı belə sözlərlə, birisi hiylə ilə, biri hünərlə. Daran adamları onu aldadır ki, yəni İran Rumludan alçaq deyil ki, gir döyüşə. Daranın düşməni iki sərkərdə buna səy edirdi hər an hər yerdə. İskəndər düşündü, nə tədbir qursun, Daranın önündə dağ kimi dursun. O iki sərdarı tutdu nəzərdə, öz igidliyinə güvəndi bir də. Deməli, İskəndər Daranı məğlub etməsinə bir sərdarlara güvənirdi, bir də öz igidliyinə. Rum əskərlərinə dedi İskəndər, bu qatı mərkəzdə olunca səhər, ər kimi çalışmaq, çarpışmaq gərək, canı dişə yığıb igidlik etmək. Bu dünya bizimdir, çalsaq qələbə, Daranın olacaq, yeyərsə ki zərbə. Deyirlər, insana gizlidir məşər. Hər iki ordu da bu düşüncələrlə gecəni keçirdi dərin kədərlə. Yəni, əgər deyil biz məğlub olsaq, bu ordunun hər biri Daranın olacaqdı. Ona görə İskəndər o sərdarlara bir də öz gücünə çox arxayın idi. Dünya pəncərəyə açınca ziya, bambaşqa bir oyun başladı dünya. Bir ovuc qığılcım oldu bir ateş, bir qomac kimi idi parlayan günəş. Dağ kimi tərpəndi hər iki ordu, dünyanın ürəyi titrəyib durdu. Firudun və Bəhmən nəvəsi Əjdər yuxudan səhərlər qalxdı bərabər. Ordunun sazladı, düzəltdi meydan, parladı ox, kaman, qılınc və qalxan. Yüzlərcə polad, dağ dikəltdi onda, xəzinə dayandı onun altında. Sağ qolun işləri bitirdikdən sonra sol qola çevrildi polad hasarı. Yer kimi çarmığa çəkildi meydan. Mərkəzdə durmuşdu cahanda günəş. Başının üstündə kəyan dirəfşi, dünyanı yandıran qılıncı məcər. Bir gün üçün saxlardı böyük İskəndər, yağdıran bulud tək meydana dop dolu. Yaydan ox yağdırdı, qılıncdan dolu. Ordunun qolları göyə dayandı, atların dırnağı qana boyandı. Ən seçmə igidlər orduda bir-bir sağ-sola keçməyə alırdı əmir. Əmirlə inamsız kəsləri heç yerdə tərpənib sol qolda tutdu. Məskən. Kimin ki əmindi sədaqətinə saxladı mərkəzdə İskəndər onları. Onlar ordunun qəlbini aldı. Tökmə bir dağ kimi göydə ucaldı. Qopunca nərələr iki ordudan qiyamət qopmuş zənn etdi asiman. Təbillər curladı, döyüş başladı. Qanlı əjdahalar başladı rəqsə. Kəranay səsindən tutuldu qulaq. Qorxudan titrədi bütün əl-ayaq. Filə minənlərin bağırtısından Nildəki nəhənglər qopardı fəğan. Şeypurun səsindən qopdu ürəklər. Bağırlar yarıldı, düşdü göbək. İçi boş təbillər coşduqca coşar, zülmətlər içindən atılar oxlar. Düşmənin köksünə nizələr sancar, zirehdə, geyimdə pəncərə açar. O qədər yaylım ox yağdı hər yandan, bulud yağmurunu atdı başından. İndi o yaylım ox düşsə zəminə, bulud qan yağdırar yağış yerinə. Naylardan qopan o müthiş guruldu, eşidən kimsəyə verirdi qorxu. Qarışıq hara əsaslısa o yerləri deyəcəyəm.
Çaxmaq daşından da çıxarırdı qan. İki qan dənizi çalxalandı birdən. Yəni burada iki tərəfdən də ölənlər var idi. Bürüdü hər yeri tufan ateşi, ucalan toz torpaq tutdu günəşi. Yayların bir daha qaşı çatıldı, oxlar ilan kimi coşub atıldı. Civə tək parlayan poland qılıncdan civə tək qaçırdı hər yerdə insan. Gövdələr əridən polad ox ilə dağların gövdəsi titrədi belə. Nizələr ucundan dövr edən fələk seyrindən qalardı oldu topal tək. Toppuzlar o qədər çaxmışdı təpik, yerinin cəmdəyində qalmadı gəmic. O qədər sancılmış boğazları ox, artıq boğazlarda nəfəs yolu yox. Ox oxun içinə girmiş tikan tək. Burada real müharibə səhnələridir bunlar. Atlılar ataraq sonuncu oxu, atmışdır kamanı oxu oxluğu. Bir salaqxanadır qanlı bucaqlar, cəmdəklə yan-yana ucalmış dağlar. Yalnız öz canının hayındadır, hər kəs öz canının hayındadır. Ölən yoldaşını yada da gətirmirdi. Meydanda yox idi matəm saxlayan. Nə bir qaracıyan var idi, nə də ağlayan, çünki hərə öz canının dərdinə düşmüşdü. El ilə qara gün bayramdır, toydur, əcəl pəncərəsi ölsə bir nəfər, gözündən yaş düşər ona bir şəhər. Bütün bir şəhər üçün saxlayaraq yaz, ondan uzaqlara kimsə ağlamaz. İnsan cəmdəliyi ilə dolmuşdur sağ-sol, döyüşçülər üçün qapanmışdı yol. O qan dəcləsinin günəş almışdı. Suya meyulu fərəc qayıq salmışdı. Həmin vuruşmada böyük İskəndər günəş çeşməsindən saçmışdı zəfər. Daranın qılıncı saldıqca şöylə qızardı daşların ürəyi belə. Elə ki soxuldu ordu orduya, məşəri gözü ilə gördü bu dünya. İki sərxoş sərdar fil kimi coşdu. Filbədən Daranın üstünə quşdu. Böyründən bir yara vurdular Daranın. Deməli, həmin sərdarlar yara vururlar Daraya. Tacıdar yerə yıxılır. Sanki qiyamət kəsildi. Bir ağac çəyan bağından yıxıldı. Qaçdılar yanına tez İskəndərin. Deyir ki, biz Daranın işini bitirdik. İstəyirsənsə İskəndər, gəl sən öz gözündən ona bax. Hünərlə öldürdük sizin düşməni. İndi sən yerinə yetir vədəni, bizə xəzinənin ağzını aç. Deməli, İskəndər bilir ki, bunlar Daranı öldürmək üçün həvəskardırlar və İskəndər burada sərdarlarla iş elədiyinə görə peşman olur. Daha sonra həyat ümidindən iz qalmadı ondan. Hara da batmış qana tacıdar, Çəyan dövlətinin bəzəyən sərdar. Deməli, yol göstərdilər azğın zülmünə, Daranın düşdüyü yerə gəlirlər. İskəndər atından enir, Daranın önündə pərişan halda durur. Möhkəm saxlasınlar, sonra İskəndər yerindən tərpəndi, üzündə kədər. Sürətlə yanaşdı xəstəyə sarı, çəyan geyimindən açdı bağları. Başını şahanə dizinə qoydu, gecəni işıqlı gündüzə qoydu. Yuxudan gözünü açdığı zaman dedi: qalx bu qara qanlı torpaqdan. Bıraq solmada qurtuluş bağım, qaralmaq üzrədir işıq çırağım. Böyrümə bax necə yırtmış bu dövran, bağrımın altında böyrümdür pinhan. Pəhləvan ey başım üstünə gələn, qoru öz böyrünü mənim böyrümdən. Bu böyrüm bulud tək sökülsə belə, qılıncın acısı getməmiş hələ. Padişah başını bıraq qaldırma, deməli Dara deyir ki, sən də öz böyrünü qoru, mənim böyrüm necə açılıbsa vaxt gələr, yəni sənin də böyrün bu cür açıla bilər. Yəni burada Dara ilə İskəndərin dialoquna yer verilibdir. Bu dövrdə qırmışdır məni, sən qırma. Bu dövran qırmışdır məni, sən qırma. O hansı əldir ki, uzanır mənə. Çəyanın tacı ilə oynayır yenə. Əl saxla, qarşında Daradır duran. Günəşdən aydındır bu deyil pünhan. Günəşim saralıb düşüncə dərdə. Üzümə çəkərsən lacivart pərdə. Elə bir padişah, belə bir bəndə, xəstəyəm zəhmətdən qıl mən azad. Haqqın rəhməti ilə məni eylə yad, dünyanın taxtında mənəm tacıdar. Yerimdən tərpəssəm məni yar, yer sarsar, dadlı bir yuxum var, toxunma bıraq. Oldu mu göy alsın suyumu torpaq, taxtımdan çevirmə, yatan bir başı. İnlətmə bu dünya, tökər göz yaşı. Əcəlim yetişmək üzrədir dayan, məni öz halımla bıraq bir zaman. Fikrin tac salmaqsa mənim başımdan, azacıq aman ver, qoy çıx canım. Deyə, yəni məni gözlə, mən ölüm, ondan sonra mənim tacıma otur. Bu dünya mülkündən açınca kəmər, başımda tacım da getsə yox zərər. İskəndər ağladı Daranın ölməsinə, aman tacıdar. Nökərinəm mən sənin, Şəhriyar. İstəməzdim görüm səni bu torpaqda, öz qanına qətlan olan bəndən. Nə etmək bir işdir olmuş dünyada. Təəssüf verərmi bu işə fayda? Başını yenidən qaldırsan əgər, mən sənə yenə də kiçiklik edərəm.
Köksümə qədər alqana bulaşdım, təəssüf azmadım bu yollardan mən. Atımın dırnağı qopmadı nədən? Yəni bunu demək istəyir, kaş atımın dırnağı qopardı, mən səninlə döyüşə girməzdim. Bu ağır günləri görməyəydim mən, ah eşitməyəydim dara inlərkən. And olsun hər qəlbi bilən sərrafa. Daraya ürəkdən istərəm şəfa. İskəndər ona şəfa istəyirdi. Bir şüşə daş ilə qırılsan açar, çarə qapısında tapılmaz açar. Əfsus, İsfəndiyar nəslindən sansız, mülkünə yadigar sən idin yalnız. Daranın nəsli İsfəndiyar nəsli idi. Nə olur mənə də ölüm qoşaydı. Deyir, kaş mən də səninlə bircə qoşa ölərdim. İskəndər və Dara qucaqlaşaydı. Nəyi etmək, istəklə gəlmək əcəl. Deyir, mən əcəli çağırsam da əcəl gəlməyəcək ki, məzara girilməz ölümdən əvvəl. Padişahın bir tükü gözümdə inan, daha qiymətlidir yüzlərcə tacdan. Deyir, sənin bir tükünün dəyəri mənə tacdan da dəyərlidir. Nəyə lazım bu taxt, bu tac, bu şöhrət, darasız qaldı möhtəşəm dövlət. Davam edək. Mən bu taxta tacı ağlayıram qan, ayrılmış daranı təxti tacından. Yox olsun dünyadan elə gülüstan, bağbanı xəstədir acı tikandan. Daranı öldürən dünyaya nifrət, gündüzkən öldürür, verməyir fürsət. Biçarə etməyə imkan yox məndə, bu gənc sərvərə gərək ağlayan mən də. Anla ki, istəyim tədbirin nədir, qorxunuz kimdəndir, ümid kimdədir. Söylə hər sözünü mənə bir fərman, itayət etməyə bağlaram peyman. Dara hiss edincə bu dost nəfəsi açdı gözlərini, şahanə səsi. Şəfqətlə ucaldı, ey uca baxdım, tək sənə yaraşır bu taxtın tacım. Deyir, yəni bu taxt tac bir dənə İskəndər sənə yaraşır. Xəzanə tutulmuş ölgün çiçəyəm. Hər kəsin şərbəti buzla duruldu. Mənim şərbətimsə yalnız buz oldu. Varlığım qərb olmuş qan dənizinə, içərəm susuzdan alışır yenə. Buluddan şığıyan bir şimşəyəm mən. Dodağım qurudur, sudadır bədən. Yəni mənim bədənimi qan alıbdır. Bu küzə yanından sınıqsa biraz, mumla yapışqanla sağaltmaq olmaz. Bu dünya eyləyir qarətər yeri, birisi gətirir, alır o biri. Nə bu gün yaşayan, bu gün əmindir, nə köçüb qurtulan heyat çətindir. Gör mənim günümü haqqa doğru qal, qorx belə bir gündən məndən ibrət al. Sözlərimi anıb dinləsən məni, mənim kimi etməz bu fələk səni. Bəhməndən mən igid deyiləm daha, bir aman vermədi ona əcdaha, ya da icidənmi İsfəndiyardan, deyir, mən Bəhməndən, İsfəndiyardan igid deyiləm. Bunu deyən Dara olur. Dünya zərbəsindən qurtarmadı can, nəslimə əzəldən ölümdür qismət. Öldürən bu əmrə verir şəhadət. Olsun yenə taxtın, qoy sənin üçün xoş, mənimsə balıncım qalacaqdır boş. Mənim üçün ağlamaq lazım gələrkən, sorursan qəlbimdən istəyini sən. Könlümdə sevimli üç istəyim var. Üçü də şahanə bəxtinə yarar. Deyir, mənim səndən üç istəyim var. Deyir, birinci, günahsız ölümə görə rəftar etməlisən ədalət üzrə. Deyir, birinci, səndən ədalətli olmağı istəyirəm. İkinci, kəyan taxtını alsan, onda heç bir zaman yetirmə ziyan. Bu kimin toxumu İranda əkmə, bu Çinin toxumunu deyəcəm, mən taxtıma otursanda İran əhalisi ilə pis davranma da, yəni kin saxlama onlarla. Doğrudan da İskəndər bunun üç istəyinin üçünü də yerinə yetirir. Kəyan nəslinin xatimə çəkmə. Üçüncü, toxunma harəmxanama, saxla hörmətini təhqir eyləmə. Rövşənək də mənim qızımdır, olduqca da göyçəkdir. Əlimdə bəslənmiş bu gözəl mələk. Öz süfrə yoldaşın etməklə ucal, süfrəyə incilər verir şən həyat. Könlünü çevirmə Rövşənəyimdən, təbi işıq günəş olur şən. İskəndər söz verdi, Dara qaş çatdı. Söz verən qalxarkən söyləyən yatdı. Kəyanın ağacı düşdü meyvədən, kəyanın ağacı düşdü meyvədən Daranın ölümü deməkdir. Oldu İsfəndiyar zirəhi kəfən. Axı bu İsfəndiyar nəslindən idi. Böyük Dara üçün böyük İskəndər ağladı axşamdan sabaha qədər. Özünə ağlardı görürkən onu, bilirdi belə bir ölümdür sonu. Daraya baxanda, Daraya ağlananda bilirdi ki, səhəri gün bunun da başına gələcək. İskəndər əmr etdi, Daranı artıq daxmaya qoymaq üçün olsun hazırlıq. Günbədi daş qala, taxtı da qızıldan, qayrıldı ona bir müəyyən bir məkan. Türbəsi bitincə bitdi hər zəhmət, Dara zəhmətindən oldu rahat. Bədən qəfəsində nə qədər can var, elə bir ikidə hörmətə şan var.
Deməli, İskəndərin İran başçıları ilə əhd peyman bağlaması hissəsinə gəlirik. Daranın ulduzu olunca Nihan. Deməli, Daranın ulduzu Nihan olandan sonra İskəndər qaldı bütün bucahan. Bütün hər şey İskəndərə qalır. Daraya mal olan təzə və köhnə, heç saya gəlməyən dolğun xəzinə. Taparaq onları araşdırdılar, dənizdən dənizə quraşdırdılar. İskəndər gördü ki, bu qədər xəzinə zəhmətsiz olaraq onun əlinə keçibdi. Dərgaha ən sadiq hər bir nəfərə, böyükdən kiçiyə qədər yoxsul kəslərə var-dövlət verdi Daranın xəzinəsini. Biz burada Eldarda görürük ki, İbrahim xan xəzinəsini Vaqif əsərində kasıba, böyüyə, yoxsullara paylayırdı. İranda qasidlər edərək rəvan, dedi ki, dönməsin kimsə qapımdan. İstəsən başın qalsın səlamat, qapımda baş əyib eylə itaət. Yəni İskəndər deyir ki, mənim qapımdan kimsə boyun götürüb getməsin, kim ki canını sevirsə mənə baş əyməlidir. İran başçıları axdı hər yerdən, bu xeyirli işdən ürəkləndi Şəhriyar qəlbində tutdular xəbər, sözündən mətindir böyük İskəndər. Elliklə yollara çıxdılar daha, sevinclə axdılar uca dərgaha. Bu gəliş xoş gəldi şaha, onlara, ordunun pənahı pəhləvanlara. Deməli, İran əhalisi də sevinmişdi İskəndərin gəlişindən, hər kəsə xoş gəlmişdi. Peymanlar bağlandı, kimsənin rütbəsi əksilməyəcək. Xəzinə açıldı xalqın üzünə, verdi hər birinə gövhər xəzinə. Hər kimin nə qədər vardı sərvəti, 2 qat da çoxaldı sərvəti. Hər şəxsin işini aşkar etdi, yatanı oyatdı, bəxtiyar etdi. İranlı o açıq əli görüncə itaət edərək daldı sevincə. Alnına sürtərək torpağı yenə, külahı ucaltdı uca göylərə. Dedilər eşq olsun Şəhriyar sənə, hər zaman yar olsun rüzgar sənə. Haqqındır Cəmşidin taxtı, xəracı, öpər ayağını şahların tacı. Yenə şahımızla getdi o gedən, şah nədir bizlərə Keyxosrov sənsən. Kim boyun qaçırır sənin əmrindən, çəkmənin altıdır bu baş, bu bədən. Şah gördü bir neçə xoş tədbir daha, İranlı itaət eylədi şaha. O ulduz, deməli İranlıların buna itaət eləməsinə yer verilir. O ulduz şövkətli bəzmə hər yerdən, yığıncaq toplandı 7 kişvərdən. Əmr etdi qılınc, teş gəlsin meydana, qanlılar çəkilsin taxt ayağına. Başını tiş tutan 2 sərvəri, Daranı öldürən 2 sərvər vardı, artıq onları çağırır. Boynuna həmayil keçirənləri qəhr ilə boyayıb əlalvan qana, kəndirdən həmayil vursun boynuna. Onlara verilən böyük vədələr qızıl, gümüş, inci, cavahir, gövhər məclisdə töküldü. Doğrudan İskəndər onlara qızıl verir, amma sonradan canını alır. Daranın qatili bunlardır. Hər xain işlərsə belə xəyanət, işin cəzasını budur nəhayət. Ağanı öldürən bəndəni zinhar, hansı bir ağıllı kimsə bağışlar. Bu halı görüncə şəhərli oldu, İskəndər ədlinə təhsin oxudu. Adil olduğunu yəqin etdilər, əmrinə yer göydən bağladı kəmər. Yığıldı məclisə ağıllı kəslər, oradan uzaq olsun bəd, yaman gözlər. Üz-üzə səf çəkdi hər iki ordu, oturan kimsələr ayağa durdu. Sıx kəmər bağlamış kəmərbəstələr, kəmərlər sanki bir halqadan keçir. Padşah yürütdü elə siyasət, hər candan qaldı bir qurumuş sürət. Sanki bu sürətdən bəzənmiş divar, ruhu uçmuş yalnız bir quru cəsəd var. İranı, Daranı, yenə İskəndər məclisdə şam kimi oldu cilvəgər. Dəyərli kəslərə hər gün yanaşdı, hər kəsin ağlınca bir söhbət açdı. İndi Fərbərzəri tez dəvət etdi. Fəribərz isə Daranın məsləhətçisi idi. Bu necə ki məsləhətçi Ərustu deyildi, onunki də Fəribərz idi də. Ey qoca pəhlivan, söylədi ona, başını kölgə salmış öz ayağına. Yəni ağac bar verəndə başını aşağı əyərək, bu da onu demək istəyir. Bir xəbər deyilsən dünya işindən. Gördün zülümdür. Daranın ayını deyir, bilirdin ki zülümdür. Mən kimi suçsuzla bağlardı kini. Deyim, mənimlə kim bağlayırdı? Deyirsən, axı dünyanın sirrini bilən ağsaqqal qocasan. Nə üçün Daraya sən öyüd vermədin? Gənclik hər kişini coşduran zaman. Qocanın susması deyilmi nöqsan? Şahın hiddətindən görüb dinləyən yağlı bir dil ilə söz açdı birdən. Təzimdən belini əydi kaman tək, saralıb sifəti lap zəfəran tək. Sözlə silahlandı yayı açaraq, qutudan oxları bir-bir saçaraq. Öncə İskəndəri çox öydü belə, qol boyun olsun şah öz diləyi ilə. Dünyanın sərvəri olsun kamikar, ömründən kam alsın uca Şəhriyar. Gənc başın sevinclə ucalsın hər an, çəkmənin altında sürünsün düşman. Bu qoca nəsihət etdi nə qədər, o kinli qəlbinə etmədi əsər. Mən Daraya nə qədər dedim, Daranın qəlbinə deyir əsər etmədi. Ona çox göstərdim işıqlı çıraq, bunlar da vermədi bir faydancıq. Taxtı tacı verdiyi zaman İskəndər, tədbirsiz bir Dara nə edə bilər?
Bir başı ucaltmaq istərsə dövran, kəməndə düşəcək boyun ucaldan. Sel gəlib bir arxa pozar zərgər, su axıb başqa bir çaya tökülər. Deyir sel gəlib deyir bir arxa pozsa da su axacaqda başqa bir yerə töküləcək. Sənə xəzinələr verərkən dövran, incimə düşmənin yoxsulluğundan. Azadə bir şahsan hələ gəncikən, çalğını qədəhi buraxma əldən. İstəyə gəncliklə mümkündür çatmaq, qocalıq gəldimi axtar bir buda. Deyir, yəni qoca olandan sonra sən heç nə edə bilmərsən də, sən çalğını buraxma əlinə. Yəni mən də qoca oldum, mənim sözümü dinləmədi. Qocalıq çağında çərxin inadı, Cəmşidə zöhnəkan nələr qurmadı. Padşaha qocalıq gəldimi bişək, pərəstiş edənlər üz döndərəcək. Əsrarı duyandır, seçər hər zaman, yaxşını yamandan, dostu düşməndən. Deyir, yəni qoca vaxtı hər kəs hörmət, cavan vaxtı hər kəs hörmət edər, baş əyər, amma qocalıq gələndə heç bir şey olmur. Görüncə insanı tanıyandır bu. Hər kəsin qəlbində çökəcək qorxu. Yıxmağa birlikdə edərlər tədbir. Deyərlər mənfəət verən deyildir. Alət olmaq üçün istəklərinə gənc bir şah qoyarlar onun yerinə. Onun üçün Keyxosrov həm də Keybuqda şahlığı etmədi qocalıqda yad. Şahlığı başqa bir şaha tərk etdi. Əlbürüzün yolunu tutaraq getdi. Yeməkdən, içməkdən nəşə atıldılar. Zəhərli qılıncı salim qıldılar. Şah gördü kəyandan yadigar olan, yaxşını yaman da seçir hər zaman. Yaxşını yamanı seçir ayıqdır. Döyüşdə sınamış sözü açıqdır. İskəndər bir daha sordu o pirdən, o kişidən də, düşməni döyüşdən nə şeydir yenə, bir düşməni başqasına yenən nədir? Nə şeydir ki, ordunu qorxuya salan? Davada sınanmış qoca namidar, dedi pəhləvan olur bəxtiyar. Ki, sən tək padşahın ordusundadır, səninlə özünü bir ordu sanır. Uca fərmanınla bu zəif torpaq sənin üçün bir möhkəm qələ quracaq. Eşitdim bir keçmiş döyüşçüdən mən, ürək qüvvətlidir can qüvvətindən. Şahım, ordu çəkmək cəsarət istər, heç aciz qalarmı igid hünəvər? Ordunu meydana çəkərkən gərək, padşah ummasın ondan bir kömək. Mətanət sənindir, kömək Tanrının. Bunlardır ordunu mətin saxlayan. Deyir, mətanətli və Tanrıdan da kömək. Ordunu möhkəm saxlayır. Düşməni yenərkən unutma bunu. Bağlama düşmənin qaçmaq yoluna. Düşmənin heç vaxt deyir yolunu bağlama. Ümidin qırılsa ürəkdən çalış. Mərdin qulağını buran olmamış. Uğurlu zamanda zəfər gözləyən. Düşmən qorxusunu silsin könüldə. Zal oğlu söyləmiş mərd fərmərzərə. Könlünü qırmasal əlbürzə lərzə. Bəhmənə söyləmiş həm İsfəndiya, qəlbini qırmayan bir ordu qıra. Yəni burada deməli bu kişi var, Fərəmərz. Fərəmərzə Zaloğlu deyib ki, bax burada müxtəlif adamların ona dediyi nəsihətlər var da. Zaloğlu deyib ki, könlünü qırma, sal əlbürzə lərzə. Bəhmən də söyləyib ki, qəlbini qırmayanın ordu qırar. Çünki öz qəlbini qırmışdı Dara. Dara öz qəlbini qırmışdı deyə qanını qorxaqlıq tökdü daşları. Qorxulu ürəklə meydana girdi. Deyə Dara qorxulu ürəklə girmişdi deyə məğlub oldu. Lakin qorxusunu o gizlədirdi. Qəlbində bir işıq salmadı dövlət. Oldu bu döyüşdə torpağa qismət. Qocanın sözündən şah çiçəkləndi. Uğurlu bir faldır deyə şənləndi. Qocanın sözünü saydı bir xidmət. Ona bağışladı çox böyük sərvət. İran başçıları xidmətə durdu, onun daşları ilə tərəzi qurdu. Uzaqdan gələnlər şən dərgahına, şahanə məclisə etdilər səna. Bugün ən bəxtiyar padşahımız var, bu zülm nə qədər yaşar. Bu sözdən həyəcan aldı tacıda, xalqa belə xəbər verdi çarçılar. Sənətkar getməsin öz sənətinə, yaxşı iş görsə də suçludur yenə. Əkinçi öküzdən kömək istəsin, tarlada çotandan dilə istəsin. Ordu işlərinə qaysın əsgər, şəhər işlərinə getməli şəhər. Yalnız öz işinə getsin hər kişi. Bərk tutsun əvvəldən bildiyi işi. Çağırdı hər sənət atan kişini, tapşırdı onlara köhnə işini. Hər kəsin işini çıxardı üzə, bir dünya parladı, gəlməsin gözə. Ümumiyyətlə orada kim nə iş işləyirdisə, İskəndər üzə çıxarır, hərəni öz işinə tapşırır. Qurtardı dünyanı xərabəlikdən, dövründə bu dünya oldu bir cüşən. Onun hökmü ilə dövr etdi cahan, dünyanı saxlayar ağıllı insan. İskəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi. Bərdə nə gözəldir, necə qəşəngdir. Yazı da, qışı da, güldür, çiçəkdir. Burada Bərdənin həm yazından, həm qışından danışır. İyulda yayından danışır, lalələr səpər. Qışını baharın nəsimi öpər. O yaşıl meşəsi cənnətə bənzər, şən ətəklərinə bağlamış
Kövsər. Söyüdlü çöllərə vermişdir zinət. Ağ bağı elə bir həqiqi cənnət. Qırqovul yuvası, hər sərv ağacı, oxuyur çəkliyi, ötür turacı. Səssizlik içində dincəlir gülşən, torpağı silinmiş qayğı, kədərdən. Belə nəql edir söz xəzinədarı, köhnə xəzinənin adlı saları. Hakim qadın varmış, adı da Nüşabə. Önündə minlərcə gözəl qız varmış. Xidmətə ay kimi kəmər bağlarmış. Bunlardan başqa var igid, qəhrəman. 30 min qulamı qılınc oynadan həm kişilər, həm də qadınlar onun xidmətinə boyun qoyurdu. Qadınla aşardı onun hər iki. Hələ indiyə qədər ondan bir kişi tapşırıq almamışdı. Çadırlar başına İskəndər gəlir, əflaka vurdu. Gördü bir şənlikdən yoğrulmuş cənnət. Etdi əkinlərə, çaylara heyrət. Dedi bu kimindir, kimin bu ölkə? Kim burada padşahlıq edir? Gördüyüm bu var, bu yatır, bu gözəl torpaqlar bir qadınındır. O qədər dindardır, nazlı dilbər, öz cənnət köşkündə yatmaz gecələr. Nə gündüz əl çəkir can bəsləməkdən, nə gecə Tanrıya səcdə etməkdən. Vardır qapısında çox xidmətçilər, özünün işinin qeydini çəkər. İskəndər bu işdə şənləndi ancaq o naxışı görməyə göstərdi maraq. O yerdə başladı istirahətə, bir neçə gün daldı orada qalır bir neçə gün. Hökmdar qadına gəlib xəbər verirlər ki, bəs İskəndər gəlibdi. İskəndərin gəlişinə hazırlıq görür Nüşabə. Min cürə yeməklər göndərir ona. Daha sonra burada padşahın könlünə açdı bahar tək, onunla görüşmək arzusu, elçi deyə saraya üz tutur. Yolun zəhmətindən biraz yorulur. Xidmətçi qadınlar onu gördülər, qaçıb Nüşabəyə xəbər verirlər. Padşah taxtına oturdu xoşxal, əlində ətirli gözəl portağal, əmr etdi padşahın ayini üzrə. İskəndər elçisi gəlsin hüzura. Elçi çox sürətlə qapıdan girir, qondu taxtın üstünə, qorxmaz asla. Belindən deyinə qılınc nə də ki, kəmər açdı. Elçi də heç səcdə etmədi. Nüşabə baxınca bundan şübhəyə düşür. Diqqətlə baxınca tanıdı onu, taxtında yer verdi. Ürəyi şən oldu. Taxtında oturmaq dedi ona yaraşır, amma sezdiyi bu işi onu açmadı. İskəndər də özünü sərbəst sanırdı və başlayır salam yetirməyə. Salam olsun padşahımıza. O cür salamlardan edir, öz-özünə elçilik edirdi. Elə ki yetirdi özündən xəbər, başını aşağı dikdi İskəndər. Nüşabə cavab üçün layilə sayağı gül açıb tərpətdi yaqut dodağı. Deyir ey cəsur padşah, eşq olsun səni, elçilik edirsən özün-özünə. Söz açma İskəndər qılıncından sən, özünə çarə tap İskəndər sən. İskəndər dedi, ey bu taxta layiq, arama baxdığını hökmündən artıq. İskəndər dənizdir, mən çayam ancaq günəşlə kölgəni olmaz bir tutmaq. Nüşabə də qayıdır ona deyir ki, qəlbini bu qədər aldatmaq nədən? Yalan atını gəl, minib çapmasan. Bunu Nüşabənin nitqidə. Elçidə olurmu belə cəsarət, hüzurda göstərsin bu qədər iddət? Tez verdi belə bir cavab İskəndər. Bir tülkü aslandan gətirməz xəbər. Gözündə olsam da cəsur, qəhrəman, İskəndər deyiləm, elçiyəm onda. Nüşabə qızdı o aslan ürəyə, günəşi palçıqla suvadın deyə. Nüşabənin nitqidir bu da, günəşi palçıqla suvadın deyə. Kənizə əmr edir ki, get ipəyi gətirir, baxsın. Deyir əlimdə diqqətlə bax, bu surət, bu şəkil kimin? Yazılı ipəyi açdı sürətlə, rəsmi tanıdı, baxınca şəklə gördü, düşmən ələ alıb. İskəndər orada öz şəklini görəndə fikrindən bunları keçirir ki, düşmən ölkəni ələ alıb. Bu işdə kin hiddət İskəndər üçün yersiz göründü və İskəndər cavab verməkdə aciz qaldı. Allaha sığınır. Nüşabə gördü o qızğın aslan, pozuldu, alçalıb düşdü ucadan. Dedi ey uğurlu böyük tacirlər, zamanə başlara çox oyun açar. Düşünmə, hörmətim çoxdur, bunu bil. Bu ev öz evindir, başqa yer deyil. Pərəstiş edərəm sənə. Bu rəsmin onun üçün mən sənə göstərdim ki, sən də mənim şəklimi aydın görərsən. Erkək tinəliyəm, olsam da qadın, hər işi bəllidir mənə dünyanın. Aslanın erkəyi dişisi olmaz. Bu Vaqif əsərində də vardı ki, Vaqif zindanda olanda Vaqif bunu Gülnar haqqında deyirdi. O dramatik növdə yazılmışdı. Bu isə poema janrında yazılmış əsərdir. Öz billur taxtından aşağı indi. Taxtımda dedi sən otur namidər, bir taxta yaramaz iki tacıdar. Əmr etdi durmayıb gözəl pərilər, şahlara yaraşan bir süfrə açdı. Süfrədə quzular var idi. Daha sonra ən dadlı mürəbbə, limonlu şərbətlər var idi. Bunlardan yanaşı şahın önünə parlaq 4 dənə billur kasa qoydu. Bunların biri ləli idi, biri qızıl idi, biri dürü idi, biri də yaqut idi. Və hökmdar deyir ki,
Daşqaş yeyilərmi? Sən bu nədir? Düzmüsən? Daşın boğaza deyir Nüşabə yolu yoxdursa, faydasız yaramaz belə daş üçün bu qədər vuruşmaq, çarpışmaq niyə lazımdır? İskəndər də qayıdır ona deyir ki, sən daşa həvəs göstərənlərdən deyilsənsə, daşını yüngül et, yerində qalsan. O incə qadının bu söhbətindən yeməkdən əl çəkdi Polad bədən. Ey xanımlar, xanımı qadın, qüvvət edərkən ucadır adın. Doğru söylədin, belə gövhərlə hər sərraf ancaq bir daş alar ələ. O zaman deyir, sənin sözün mənim üçün dəyərli olardı ki, daşqaşdan öncə özün əl çəkərdin. Amma deyir ki, düzdür, sən mənə yenə də mərdliyin yolunu göstərdin. Daha sonra burada biz görürdük ki, Nüşabə yemək yeyəndə birinci özü yeyirdi ki, İskəndər şübhələnməsin ki, bidəm zəhər qatıla bilərdi. Ona görə birinci özü yeyirdi, sonra İskəndər yeyirdi. İskəndər amma rahat deyildi bu xidmətdən və bunlar gedəndə də peyman bağlayırlar. İskəndər hər yerdə qələbə çaldı, lakin vətən eşqi qəlbini aldı. Hökmündə olsa da saysız vilayət öz doğma yurdunun həsrətini çəkirdi. O gecə qət etdi, səhər qalxaraq atına küləkdən taxsın bir ayaq, qəlbinə söndürsün vətən odunu. Xorasan havası şənləsin onu, Əcəm torpağına at salsın yenə, oradan yol açsın, istəxir mülkünə, dünyanın rəngi də uysun vaxtına, şöhrətlər qazansın uca taxtına. Keçsin Nüşfərin mülkündən bir də, yaxşını yamanı görsün o yerdə. Yeni don geydirsin köhnə işlərə, önündə bir dünya diz çöksün yenə. Hər kəsi yenidən versin var dövlət, töhfələr paylasın, göstərsin şəfqət. Bəxşişlər ayırsın istəyənlərə, yenidən yaşayış versin hər yerə. Gedərkən bunları düşünür dərin, başqa cür düşünmək hökmran yəqin. Abxaz hökmdarı olan Dəvalı ucalmış padşaha yaxın olalı. İskəndər hökmünə bağlarkən kəmər, deməli burada Dəvalı var idi. Bu isə Abxaz hökmdarı idi. Abxaz. Dünyalar ölçülər, ölkələr gəzər. Padşahın yanına gəlincə birdən Dəvalı gəl. Təbil tək inləyib qopardı şivən. Bunu edən Dəvalıdır. Padşahın, rusların zülmü çox dərin. Abxaz gərdəyindən qaçırır gəlin. O gözəl ölkədən gəlmiş bir tanış, deyir var yoxdan çöp də qalmamış. Allahın ərk rusları edərək axın, alanlarından əklər. Yağmur tək ölkəyə etmişdir basqın. Dərbənddə ətrafa fitnələr saçmış, gəmiyə doluşub dənizdə qaçmış. Gəmi ilə gəliblər, hücum ediblər, qədərsiz basqınlar etmişdir yenə. Yenidən yol vermiş o köhnə Çinə. Qəflətən talanmış hər yerdə nə var, bir də yol tapmasın oşum ayaqlar. Deyirlər qədərdən çox ölən var. Həm qırıb dağıtmış, həm də aparmış. Heç bir şey qalmamış dolu ambarda. Xəzinə də boşalıb, yoxdur dinarda. Xəzinə geyimdən boşalmış gerçək, sandıqdan dür çalmış, taxtımdan ipək. Gördüyün o bərdə olmuşdur viran. O zəngin şəhərdə qalmamış nişan. Gözəl Nüşabəni də əsir alıbdılar. İşrət qədəhini qırmışlar bir-bir. Sarayda görmüşdün o qədər gəlin, onlardan qalmamış heç bir nazəni. Deməli qız gəlinləri aparıblar, vurmuş bir-birinə kəndi, şəhəri, ateşdə yandırmış şən ölkələri. O qızğın döyüşdən məhv olsaydım mən, asudə olardım bu dirilişdən. Sənin xidmətindən oldum bəxtiyar, orada əsirdir gəlinlər qızlar. Düşməndən intiqam almazsa padşah, imdada yetişsin o böyük Allah. Ruslardan adamlıq gözlənməz bir an, yalnız sürətindən görünər insan. Deyir, ruslar adamlıq gözləmə, amma onlar adamlığı sadəcə görünüşdür. Madam ki, yol tapmış bunlar xəzinəyə, ziyanlıq verəcək bir çox ölkəyə. Zülmlə açacaq yeni qolqanat, karvanlar soyacaq, sönəcək, ölkəyə dərindən ziyan vuracaq, Ruma, Xorasana əl uzadacaq. Acıqlandı padşah bunu dinlərkən onun övladına olan istəmdən. Nüşabə üçün də qəmləndi hədsiz. Çünki o ölkəni tuturdu əziz. Acıqlı başını dişdi köksünə, başını kədərlə qaldırdı dedi. Dedi, ey Dəvalı, verirəm fərman, qəlbində çırpındı canında olan. Vaqəni anlattın sən dur bir yana, bu işi büsbütün kəl tapışır mənə. Görəsən nə sahman verirəm işlərə, kəməndim nə qədər baş tökər yerə. Alaram ağlı huşu başlardan, aslanlar qanına salam həyəcan. Aslanla oynamaq deyildir asan, itlərə salaram kinli qürurdan. Qoymaram Burtasdan, ruslardan nişan, başları qurtarmaz ayaq altından. Ruslar Misir olsa da tökərəm nilə, şuuru azınca əzdirərəm filə. Taxtımı qaldıraram dağından yüksək, daşları dəhşətdən ərisin gərək. Nə əjdər qoyaram könüllərində, nə ot ki dərman olsun bir dərdə. Ruslardan bu öcü almayıb keçsəm, Feylaqusun oğlu deyiləm, itəm. Burtasın qurdunu tora salmasam,
Burtaz tülküsündən daha alçağam. Dövranın gərdişi verərsə imkan, alaram öcümü Çinli düşmandan. Qaytarar nə ki şey aparmış bizdən, düşər ayağıma o qarət edən. Nüşabə qurtarar zəncir altından, mən şəkər alaram qamışdan inan. O gümüş daşlardan gizlənsə belə, xamırdan tük kimi çəkərəm çölə. Tədbirlə açılar bu çətin işlər, ağacdan zamanla açar çiçəklər. Hər işdə tədbirdən əl götürməmək, zamandan zamana dolanır fələş. Bu yol varmıdır ərzaq hazırlıq, murada çatında dözərəm artıq. Üsullu iş axıb gedir, fikrim at sürməkdir əcəm mülkünə. O yerdə əylənmək istədim yenə, indi ki üz vermiş belə bir dastan, taxtımdan ayrılmaq yaxşıdır bundan. Deməli, bu Nüşabə ilə ayrılandan sonra əcəm mülkünə getmək istəyirdi, amma burada Dəvalı gəlib məlumat verəndən sonra o gedə bilmir. Bu yolda yəhərim taxtım olacaq, düşməndən intiqam almayınca mən qaçaram yatmaqdan, istirahətdən. Dəvalı halı gördüyü zaman azaldı qəlbində kinli həyəcan, dodağı duruldu, yeri əmbərlə, üst sürtdü torpağı, suvardı zərlə. İskəndərin Qıpçaq çölünə çatması, dan yeri yaqutdan şəfəq saçanda, şəbdizin belində təngi açanda. İskəndər yenə də ata minərək, yel kimi tərpəndi, oldu bir şimşək. Ceyhun sahili ilə atını saldı, oradan Xərəzimə doğru yol aldı. Arxada orduzu dənizdə çaxır, çöllərin hesabı barmağındadır. Xərəzimin çölünü ölçərək biçdi, Ceyhuna gələrək Amuldan keçdi. Ailəmi qurtarmaq fikri ilə Rusdan, suda və quruda durmadı bir an. Yeməyib, yatmayıb, hey sürdü at, Səqlab çöllərinə açınca qanad, Qıpçaqla qaynaşan boz çöllər gördü. Baldırı, ağappaq gözəllər gördü. Üz odu yanağı su kimi oyaq, günəşdən aydan da daha çox parlaq. Hamı kiçik gözlü, könül ovlayan bir pəri səbrini əlindən alan. Nə örtdü, nə yaşamaq bilirdi onlar, nə örtü, nə yaşmaq bilirdi onlar. Yəni onlar başlarını örtmürdülər Qıpçaqlar. Nə də qardaşından, ərindən qorxurdular. Yəni özləri üçün yaşayan azad qadınlar idi. Darlıqdan keçinən subay əskərlər görüncə örtüsüz bir dəstə dilbər dözməyib qaynadı gəncliyin qanı. Dinləməz oldular əmri, fərmanı, padşahın qorxusu çöktü əskərə, əl ata bilmədi o gözəllərə. İskəndər görüncə o afətləri, xoşuna gəlmədi bu adətləri. Ağ bədənlər gördü gümüş vücudlu, ordu bütün susuz, onlar sərin su. Ordunun halına yandı nə demək, hər qadın qadındır, erkək də erkək. Bu işə sərf etdi öz hünərini, çağırdı Qıpçağın böyüyünü. İskəndər onlara etdi çox hörmət, ucaldı başları, göstərdi şəfqət. Örtülü dedi çöl Qıpçaqlarına, üzünü gizləmək xoşdur qadına. Qadın ki yadlara açar üzünü, nə əri düşünər, nə də özünü. Bərkişdə ansa da daşı, poladı, yenə də qadının qadındır adı. O azğın çöl xalqı, o köçərilər padşahı dinləyib durdu bir qədər. Bu əmrə əymədi boyun heç biri, ən doğru sandılar bu ayinləri. Bəyəndik biz deyə təslim oldular. Deyə biz sizi qəbul edirik, amma baş örtmək bizdə olmayacaqdır, siz gözünüzü örtün. İtaət edərək sənə tacirlər, üz örtmək doğru yol deyildir ancaq. İtaət etməz bu ayinə Qıpçaq, üz örtmək ayini qoy olsun səni. Bizdə göz örtmək olmuşdur ayinin, baxmaq gərəkdir sən naməhrəm üzə. Nə suçu var üzün, cəza ver gözə. Bu sözlər gəlirsə padşaha ağır, nə üçünsə bəs üzə arxaya baxır. Bu hasar deyilmi qıza gəlinə? Örtü salmaqdansa xalqın üzünə, özün bir örtü çək baxan gözünə. Gözünə pərdəni asan bir nəfər, şübhəsiz nə günəş, nə ayı görə. Bu işdə Cahandar əmr edir bizə, istəsən Qıpçaq can verər sizə. Edərik hər əmrinizə, itaət edərik sizə. Amma biz baş bağlamarıq. Qıpçağın dilini uzun görəndə susaraq aldı bar, acı düşüncə. Padşah apaydın oldu həqiqət, bu xalqa bir fayda verməz nəsiyyət. Tutarlı bir tədbir göstərsin deyə söylədi bu sirri Fərzanəyə. Bu kəmənd saçlılar gözəldir dilbər, hayf ki yadlardan üz örtməyirlər. Pərvanə ateşdə yandığı qədər yadlara bəladır bu qara gözlər. Nə yolla Qıpçağı bəs yumuşaldım mən, gizləsin özünü bizlərdən. Bəlanas gəlir deyir ki, itaət edərəm böyük minnətlə, mən elə bir tilsim qurum bu yerdə ki, dastanlara düşüb qalsın dillərdə. Tilsimi hər qadın gördüyü zaman üz gözünü örtəcəkdir. Bu şərtlə ki, padşah qalsın mənimlə, istədiyim şeyi gətirsin ələ. Gərəkli şeyləri yaxşı yamandan güc ilə qızılla tapdı hökümdar. Bəlnas güvəndi bəxtiyarlığına, tədbirlə başladı səhərkarlığına. Qara daşdan qurdu gözəl nazəni, dikəltdi bir yeni ayinli gəlin. Ağ mərmər çadırası heykəl daşından səmənd yarpağı idi, bitmiş başında. Hər qadın keçirkən gördüyü zaman utanıb gizlərdi. Deməli, heykəldən bir qadın düzəldir, başını bağlı. Hər qadın buradan keçəndə artıq üzünü örtürdü.
Etmədi verdiyin əmrə itaət. Nə üçün bu xalqa daş etdi əsər? Mən verdiyim əmrə itaət etmədilər. Bu cansız heykəldən nə aldılar ki onlar? Qıpçağın ürəyi qatıdır daşdan. Deyir, qıpçaqlar daşa sitayiş edir. Onların ürəkləri də daşdan qatı olduqlarına görə daşa səcdə edirlər. Daş ürəkli onun üçün sevir. Hər bir elə ki, daşa yanalır, qatı ürəkləri ondan yumşalır. Üz gözü bərk daşdan yaranmış dilbər, utanıb üzünü yadlardan örtü. Bizə də gərəkdir belə bir örtüş, ərlərə hörmətdir yadları örtü. Bir də ki, göylərə adi bir sir var, etmərəm o gizlin sirri aşkar. O tilsim kök saldı durduğu yerdə, üzləri oldu bir ismətli pərdə. Tilsimli heykəl də yenə ucalır, uçmamış o çöldə indi də qalır. Çevrəsi oxlardan dönmüş ormana, çay boyunca bitən ota tikana. Ətəşdə qartallar salan oxlardan daha çox görünür qartal və tərlan. O yerdə keçərkən daim qıpçaqlar pir deyib başını səcdəyə qoyar. Hər atlı piyada yolundan gedir, heykələ pir deyə pərəstiş edir. Atını sürərkən daşa pir deyə edir oxluğunda bir ox hədiyyə. Çobanlar sürü ilə keçərkən oradan verər heykələ bir qoyun qurban. Yəni o heykəli kim görürsə ona sitayiş edərdilər. İskəndərin rusları məğlub etməsi. Keçən günlər kimi yenə İskəndər ordunu bəzədi, düzüldü əsgər. O geniş çöllərdən böyük tacıdar ordudan dağ kimi çəkdi bir hasar. Bərkitdi hasarın sağ-sol qolunu, poladla tozunu kəsdi yolunu. Qürurla ruslara bir yandan ordunu sazladı, bəzəndi meydan. Rusların canları kinlə gurlayır. İntiqam ordundan beyin qaynayır. Nizənin qılıncı şimşəklərindən başdan ağıl çıxır, əllərdən yüyən. Dağların beynini süpürmüş yaylar, ordular üstündə oxlar vıyıldayır. Yollarda o qədər tökülmüşdü can, məşər bazarına dönmüşdü meydan. Ruslar hər tərəfdə göstərir iddət, Rumların başını açır qiyamət. Soğulmuş Rum ilə Rus bir-birinə bənzər ağ qırmızı donlu gəlinə. İskəndər meydandan qızmış aslandı, əli silahlı bir pəhlivandı. Meydanda bağırır necə bir aslan, zirehli fil necə oxuyur meydan. Şah haman fil ilə aslana bənzər, filin də şirin də yolunu kəsər. Hər qılınc tutana vurunca nərə, başını qılıncla salırdı yerə. Padşah üz verdi, saadət, zəfər, əzdilər Kıntalı, üstünə gəldilər. Bu son şanlı zəfər gəlincə ilə düşməni oynatdı bir həmlə ilə. Qaçmağa başladı yağı, dünyada İskəndərə verdi şahlığı. Filbədən əl atdı uzun kəməndə, Qıntalın başını keçirdi bəndə. Ruslardan kin ilə tökdülər çox qan, çox oldu tutulan, ölən, asılan. Çox canbaş itirən qırmızı ruslar, qırmızı rəngini itirdi naçar. Ruslardan Burtasın aslanlarından əsir düşdü 100 min qılınc oynadan. Qalanlar yem oldu ac qılınclara. Fitnəyə ölümdən başqa yox çarə. Soyulmuş, talanmış azca bir miqdar, salamat qurtulub gerib qaçdılar. O qədər qənimət aldı İskəndər, olmadı sayını bilən bir nəfər. Hədsiz qızıl, gümüş, xəz, inci, gövhər, tövlələr dolusu canlı dəvələr götürdü. İskəndər düşməndən çalınca zəfər, içəri oldu şux lövhədən dilbər. İndi öz atından zəfərdir deyə bildi ki, qovuşmuş bütün diləyə. Üz sürtdü torpağa, dedi, ey rəhbər, mən qara torpağam, səndədir zəfər. Dedi, haqq vermiş bu böyük zəfəri. Yoxsula payladı xəzinələr, yəni Allah tərəfindən qazanmışam da, dünya boşalınca kinli düşmandan dincəlmək fikrinə düşdü hökmdar. Nüşabəyin xilas etməsi. Elə ki, Feylaqus oğlu İskəndər dincəldi üzünə gülüncə zəfər, o yerdə aradı eylə bir məkan, oturan kəslərə verməsi ziyan. Ağacı tubandan olsun sevimli, süsəndən sərt olsun otunun dili. Axan saf çeşmələr versin səs-səsə, içimi mey kimi mey halal isə. Ətəyi yamyaşıl o ormanlığı, hər yandan bürünmüş budaq-budağı. Bu suda, havada pərvəriş edən hər ağac uzundur 50 ərişdən. Belə yer keçincə ələ tacdar tutdu bir mübarək bucağa qərar. Tanrının şükrünü edincə tamam, məclisi bəzədi, əl aldı can. Xoş nəğmə, dadlı mey edincə əsər, bahar buludu yağdırdı gövhər. Ordunun çalışan böyüklərinə xalvarla dağıtdı ipək xəzinə. Qızıl paylamaqdan daşdı var dövlət, hamıya yenidən payladı xələt. Qəlbaçan quşların oynağı olan bu yeri bəyəndi böyük hökmdar. Dünyadan alırdı çalğı, meyləkam, çərq ona baş əyib verirdi salam. Şərabdan sərxoş olduğu zaman üzü rəng alırdı gül rəngli sudan. Rusların şahını çağırtdı bir də, oturtdu onu ən layiqli yerdə. Zənciri açdırdı o uca şövkət, verdi saf qızıldan toxunmuş xələt. Ürəkdən bir bəndə oldu padşah, üz keçmiş kinini unutdu daha azdan. Demək, Rus padşahını, Kıntalını bağışlayır. Ruslara əmr etdi, gəlsin Nüşabə, onsuz əl vurmadı gülcün şərabı. Padşahın əmrinə tələsdi ruslar, günəşin yanında ay tutdu qərar. Gəldilər zülmdən solmuş gözəllər, bəyənmiş olduğu bir dəstə dilbər. Nüşabə bəzəndi şux geyimlərlə, döndü ilk baharda açılan güllə. İskəndər talandan saçdı xəzinə.
çöhrəsinə təzədən bir gəlin bəzəndi yenə. Kamınca meyicdə bir neçə gecə, bəxtiyarlıq günü sona yetincə verdi Dəvalıya qızın əlini, bir dənə qızı Dəvalı ilə evləndirir. Nikahla bağladı ona gəlini. Bu mübarək ayın yetincə başa verdi çox xəzinə, tutdu Daşqaşa. Sonra şövkətlə göndərdi yenə Bərdəyə o gözəl ölkəni ucasın deyə. Ölkəni təmirə sərvət mal verdi. Yol xərci bir yana çox cəlal verdi. Yol xərcini verməklə yanaşı etdi igidlərə böyük ehtiram verdi Rus şahına yenidən tuğ tac. Tacını qaytarır, ancaq əmr elədi, mənə xərac ver, öz doğma yurduna dönüncə Ruslar Qıntalın öz taxtında oldu bəxtiyar. Bir daha çıxmadı onun əmrindən, hər zaman yad etdi şərab içərkən o yaşıl çəməndə hər gün tacdar, gah şənlik qururdu, gah edirdi şikar. Uca sərf altında çalğı səsi ilə qədək qaldırırdı, ney naləsi ilə könül şad oldu, çox şənləndi, o coşqun ürəyi fərəhləndirdi. Padşahlıq şən tali ömür qönçə gül, nə üçün şad olmasın belə bir könül.